Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri. Sizlərə bir xəbər nəzərinizə çatdırmaq istəyirəm. Soyuq hava kütləsi və yağıntı kütlələri haqqında məlumat vermək istəyirəm. Sentyabr ayının 16-sından 17-sinə keçən gecə Respublika ərazisində bəzi ərazilərdə yenidən yağıntıların başlaması gözlənilir. Hətta bir çox ərazilərdə yağıntılar ehtimal olunur. 17 gün ərzində axşama kimi olan müddətə kimi Bakı-Abşeron yarımadasında xüsusilə yağıntının ən kəskin dövrü sabah günün ikinci yarısından axşama kimi olan dövrdə bir qədər güclü və intensiv yağıntılar ehtimalı var bəzi ərazilərə. Bakı-Abşeron yarımadası Sumqayıtda yağıntılar prosesləri bir qədər güclənə bilər və həmçinin Respublikamızın əksər bölgələrində yağıntıların bir qədər güclü və intensiv olması gözlənilir. Bundan sonraki növbəti soyuq hava kütləsi isə ayın 19-u, 20-si gözlənilir və xüsusilə qeyd edim ki, sizlərə ki, ayın 22-sindən etibarən ölkə ərazisində hava şəraitinin bir qədər mülayimləşməyə doğru getməsi ehtimal olunur. Ətraflı məlumatlar olacaq, bizləri izləməyi unutmayın dəyərli dostlar. Sizləri çox sevirəm.